Yeni düşən mövzulardan biri conditional sentences'dir. Gəlin ilk öncə qaydanı tamamlayaq. Uşaqlar 4 dənə bizim burada şərtimiz var. Bunları əzbərləməliyik. Yəni sualların hər birində siz ifləri görəcəksiniz. Bu iflərdən sonra gələnlərə baxın. İflərdən dərhal sonra gələnlər ya indiki sadədir, ya indiki sadədir, ya keçmiş sadə, ya keçmiş bitmişdir. Arxasıca ona uyğun düsturu öyrənməz. Yəni bunu əzbərləməmiş testi keçməyin adı yoxdur. Gəlin baxaq. İndiki sadəni yazmışamsa, ikinci nöqtəm ya indiki sadə olmalıdır özü, ya da gələcək zaman olmalıdır. Yox, keçmiş sadəni yazmışamsa, would yazmalıyam. Yəni willin sanki keçmiş formatı. Eləcə də keçmiş bitmiş yazmışamsa, bilirəm də keçmiş bitmiş hansıdır o həd olan. Yazmışamsa, burada yenə would-u, yəni keçmişi və plus bitmişə aid olan have-i yazmalıyam. Yəni bu düsturları əzbərə bildikdən sonra testə keçməliyəm. Yoxsa ki əzbərləməyim, birbaşa zamanlar kimi uzlaşdırım adı yoxdur. Və zamanlar uzlaşdıracaqsınızsa bu mövzunu niyə salıblar ki? Getdik suallara. Conditional sentence. Birinci sualdan başlayaq. Uşaqlar, baxın, yenə if qaydası. Mən sizə ifdən sonra hansıları keçdim? İndiki sadə, 2 dənə indiki sadə var idi. Keçmiş sadə və keçmiş bitmiş var idi. Would yox idi ki, ifdən dərhal sonra deyirəm, ha, bu tərəfi demirəm. Will yox idi ki, yox idi. Baxın, burada will yazılıbdır. Baxın, məsələn, B variantındakı keçmiş sadəni yazsaydım, gərək bura nə yazardım? Would yazardım da, düzdür. Yazmayıb ki, deməli yanlışdır. Y variantına, mən bura had yazdım, əcəb elədim. Had yazsam, axı bura will vermərəm. Mən gərək yenə nə verəm? Would verəm, yanıca da have verəm, düzdür. Yazmayıb ki, deməli Y də yanlışdır. Məcbur D variantını götürürəm. Yəqin ki, bilirsiniz də bunun axırına S yazmağı o səbəbdəndir ki, burada it var. İt varsa biz zəhmət axırına S yazmağı normaldır, düzgündür yəni. Keçirik ikinci suala. Bu mənlikdir. Baxın, bura if'i yazmışam. Ifdən sonra keçmiş sadə yazmışamsa, bəyəm will yazmalıydım, yoxsa would? Əlbəttə ki, would yazmalıydım, düzdür? A variantı yanlışdır. B variantı, mən sizə ifdən sonra will deməmişəm. Eləcə də D variantı, mən sizə ifdən sonra will deməmişəm. Düstur belədir çünki. C variantında, əgər ki, bura keçmiş yazıbsa, bura would yazmağı normaldır. Y variantı, bura indiki sadə yazıbsa, bura gələcək yazmağı normaldır. Yəni, C və D variantı doğrudur. Sadəcə olaraq, burada tomorrow var və hansı ki, gələcək zamanına aiddir. Gələcək zamandırsa, bu keçmişin nə dəxli var? Ona görə doğru cavabımız olur, Y bəndi. Keçirəm üçüncü suala. Baxıram ki, yenə if var. Ifdən sonra mən sizə bu will'i deməmişəm. A variantı, B variantı yanlışdır. A variantında heat və boil. Hər şey qaydasında. Çünki ifdən sonra bura indiki sadə yazıb, burada indiki sadə yazmağın adı var. A düzdür. C variantında, axı bu keçmiş sadədir. Keçmiş sadədirsə, mən bura will yox, gərək would yazardım, düzdür? C variantı da yanlışdır. Gəlin digər varianta baxaq. D variantı, heat indiki sadədir. İndiki sadədirsə, bura keçmiş sadə yazmağın adı yoxdur. Gərək bura ya indiki sadəni yazmaq lazım idi, ya da ki, will yazmaq lazım idi. Deməli, yanlışdır. Y variantında ümumiyyətlə səhvdir. Ifdən sonra mən sizə would və ya will deməmişəm. Keçirik dördüncü suala. Baxın, if var. Ifdən sonra mən sizə will deməmişəm. D variantı yanlışdır. A variantına baxaq. Bu arada B variantını da deməmişəm. İndiki bitmiş zaman deməmişəm. Keçmiş bitmiş demişəm. O da həddir Y variantındakı kimi. Hansı ki, elə deyəsən Y variantı doğrudur. Hədi yazıb, burada would have yazıb doğrudur. C variantında live indiki zamandır. İndiki zamandırsa would yox, gərək will olardı. C-də yanlışdır. B A variantında isə left keçmiş sadədir. Keçmiş sadəyə won't yox, gərək would verərdi. Bu buradakı would'u verərdim. A variantı ona görə yanlışdır. Keçirəm 5-ci suala. Yenə if var. Ifdən sonra had qaydan var idi. Amma will yox, gərək would olardı. Yanıca da elə have yazardı. A variantı yanlışdır. B variantında keçmiş sadəni yazıb, burada keçmiş sadənin göstəricisini yazıb. Yəni, hər şey qaydasındadır. Doğru cavabım elə B variantıdır. C variantında mən sizə ifdən sonra will deməmişəm. D variantında mən sizə ifdən sonra would deməmişəm. Y variantında da keçmiş sadəni yazıbsa, gərək burada willin keçmişi olan would'u yazardı. Deməli, Y variantı da yanlışdır. Keçirəm 6-cı suala. Bu sualda, uşaqlar, bu have-i elə bilirsiniz ki, indiki bitmişdir. Uşaqlar, ilk öncə indiki bitmiş zaman nədir?
Bu having, hasn't yanından nə görəsiz? Verb 3 görəsiz. Hə, onda bu bəli, indiki bitmişdi. Axı bizim ayrılıqda da have mənası var axı feilimiz. Məsələn deyirəm, I have book, I have a book, düzdür? I have two books və s. Yəni burada mənim varımdır, bir kitabım, iki kitabım. Yəni var mənası var axı bu having, yəni adi feil kimi. Siz yəni buna bitmiş kimi baxmalısınız. Amma normalına adı üstündə, normal adı üstündə bir feildir. Onun kimi baxmalısınız. Baxın, A variantında bu adi bir feildir də, düzdür? Yəni yanında verb 3 yoxdur ki. Adi feil, yəni bu indiki sadə zamandır. İndiki sadə zamanına gərək will verəydi. B variantı keçmiş sadə zamanına would verməyi normaldır. C variantına keçmiş sadəyə will verməyi normal deyil. D variantı indiki sadəyə would verməyi normal deyil. Y variantı have had. Baxın, bu indi dediyim qaydadır. Have-dən sonra had yazmağı, yəni verb 3 yazıb da bura. Bu indiki bitmiş zamandır. Və mən sizə if-dən sonra indiki bitmiş qaydası deməmişəm. B variantı doğru cavabımız olur. Keçirəm 7-ci suala. Yenə eyni qayda. If-dən sonra indiki sadə demişəmsə, gərək burada will yazardım, ya da ki, elə indiki sadənin özünü yazardım. Buradakı gave isə keçmiş sadədir deyə yanlışdır. B variantına baxıram. Deyəsən doğrudur. Had var, yəni keçmiş bitmişdir. Burada da would var, have var. Qalsın, düzgündür. C variantında ask indiki sadədir. İndiki sadədirsə would yox, gərək will olardı. D variantı if-dən sonra mən sizə will qaydasını deməmişəm. Y variantı uşaqlar çaşır burada. Had-i görür, burada da have-i görür. Deyir yəqin düzdür. Axı deyil. Çünki burada will var. Will yox, gərək would olardı axı. Çünki keçmişdir bu. Keçmişdirsə heç vaxt ora will yazmağın adı yoxdur. Gərək would yazardı. Doğru cavabım oldu. B bəndi. Keçirəm 8-ci suala. Yenə eyni tip sualdır. If-dən sonra mən sizə will deməmişəm, mən sizə would deməmişəm. C ilə D variantı yanlışdır. Y variantında isə keçmiş sadədirsə, bura will yox, gərək would yazardı. Y variantı da getdi. B variantında paint indikidir axı. İndikiyə would verməyin adı yoxdur. A variantı bəli doğrudur. Painted idi var, keçmişdir. Burada would keçmişi yazıb, deməli elə A variantı doğrudur. 9-a baxaq. Yenə eyni tip sualdır. If-dən sonra mən sizə will deməmişəm. B variantı have, uşaqlar, bitmiş zaman deyil. Bir də deyirəm, indiki bitmiş olması üçün özündən sonra verb 3 gələrdi. Bax, sənin feilin budur, have-dir. Axı burada verb 3 yoxdur. Deməli, bu indiki zamandır. İndikiyə would verməyin adı yoxdur. C variantı keçmiş sadədir. Burada would verib, elə doğru cavabım C-dir. D variantına if-dən sonra mən sizə would qaydasını deməmişəm. Y-də had keçmişdirsə, mən will yaza bilmərəm. Ümumiyyətlə istəyir keçmiş sadə olsun, istəyir keçmiş bitmiş olsun. Will təması yoxdur orada. Will-i yığışdırmalısınız. Keçək 10-cu suala. Yenə eyni tip sualdır. If-dən sonra mən sizə would deməmişəm. If-dən sonra mən sizə indiki bitmiş zamanda deməmişəm. Hardan bildim indiki bitmiş zamandır? Görürsünüz, have-dən sonra verb 3 gəlibdir. Deməli, bu indiki bitmiş zamandır. Hansı ki, mən sizə if-dən sonra indiki bitmiş zamanı deməmişəm. C variantı doğrudur. D variantında had-i yazıb will-i yazmazdı. Y variantında mən sizə if-dən sonra would qaydası deməmişəm. Deməli, nə anladıq? If-dən sonra bu will, would olmaz. If-dən dərhal sonra olmaz. Amma ikinci nöqtədə ola bilər. 11-ci yenə eyni tip sualdır. Baxın, burada uşaqlar tez anı beyni çıxır. Hara çıxırsınız ay uşaqlar? Siz burada if gördünüz ki, çıxasınız. If buradadır. Bu if-dən sonra həsizliyədir. Yəni siz bu ikinci nöqtə var ya, bu vergüldən sonra olanlar. Ora baxırsınız. If-dən sonra məsələn A variantında keçmiş bitmişdir də, düzdür? Keçmiş bitmişə uyğun. Bura would have yazmağı düzgündür. Yəni A variantı düzdür. B variantında if-dən sonra mən sizə would deməmişəm. Yanlışdır. C variantında had yazmısan, burada would yazıb, amma have yoxdur axı. Deməli yanlışdır. D variantında mən sizə if-dən sonra would deməmişəm. Y variantında bu keçmiş sadədirsə, bura would yazardı, çıxardı, gedərdi də. Have ehtiyac yoxdur axı. Have nə zaman gəlirdi? Burada keçmiş bitmiş zaman olsaydı, yəni had olsaydı olardı. Deməli, doğru cavabımız A variantıdır. Keçirəm 12-ci suala. Yenə eyni tip. If-dən sonra mən sizə would deməmişəm, will deməmişəm. Y-dəki have, indiki bitmişi deməmişəm. A variantı aləmi qatıb bir-birinə keçmiş bitmişdirsə, bura təzədən keçmiş bitmişi niyə yazsın? Gərək nə yazardı? C variantı da kimi would have seen yazardı. 13-cü sual. If var. If-dən sonra biz would'u, will'i çıxırıq. C, D, Y getdi.
A variantı keçmiş sadəyə would verib, nə gözəl. B variantı isə indiki bitmişə keçmiş sadə verib. Elə düstur yoxdur axı. Düsturumuza əsasən indiki bitmişi, daha indiki sadəni yazıbsa, gərək burada ya indiki sadə yazardı, ya da will yazardı. Ən çox düşən will olur. 14-cü suala da baxaq. If var. If-dən dərhal sonra will, won't, would gəlməz. Y variantı inşallah elə bu tip düşər. Çox rahat idi. Keçək 15-ci suala. Yenə eyni tipdir. If-dir. If-dən sonra will gəlməz. B variantı left-i yazıb keçmiş sadədir də bu. Keçmiş sadədirsə iz nə gəzir? Mən heç izin adını tutdum ki. C variantı live indiki sadədir. Burada gələcək yazıb nə gözəl. D variantı bura keçmiş bitmiş yazıbsa was nə əlaqə? Mən sizə was dedim bəyəm. Y variantı live oldu indiki. Would isə keçmiş olmaz axı. Bura gərək will yazardı da, düzdür. C variantı doğru cavabımızdır. Keçirik 16-cı suala. Yenə if buradadır. Hə, uşaqlar, burada çaşmırsınız. Bu if-dən sonra özü verib. Nə? Keçmiş sadə. Baxın, if-dən sonra keçmiş sadə veribsə, mənim buradakı düsturum nə olmalıdır? Would olmalıdır. Düzdür, would have olmaz. Niyə? Çünki burada keçmiş bitmiş deyil. Keçmiş bitmiş olsaydı, bəli, would have olardı. Keçmiş sadədir deyə bura. Deməli, burada da would olmalıdır. A variantımda would yoxdur. B variantımda would yoxdur. Qalxaq yuxarı. C variantımda would var. Böyük ehtimal ki budur. D variantımda would var və have var. Have oxa olmaz. Have nə zaman olardı? Orada keçmiş bitmiş zaman yazılsaydı olardı. Y variantı ümumiyyətlə səhvdir. Çünki mənə would lazımdır. Keçirəm 17-ci suala. Baxıram ki, burada if-i var. Uşaqlar, if-dən sonra yenə də qaydadır. Would-u, will-i atırsız gedir. Burada would-u görmüsünüz. Deməli, bura keçmiş sadə yazıb ki, bu tərəfə də would yazıb da, düzdür? B variantı doğru cavabımdır. 18 biraz dəyişik gələ bilər, olsun. Qaydadır. Siz başa düşdünüzsə, bura kimi rahatdırsa, bunu da asan başa düşəcəksiniz. Baxın uşaqlar, if-dir də, özündən sonra will istəmir ki, would istəmir də, düzdür? Yerdə hansı variantımız qaldı? 1 və 3 D variantı. Gəlin üstünə düşək bunun. Bura had yazıb, keçmiş sadədir də, düzdür? Burada could yazıb da, düz eləyib də, nə olacaq ki? 3-ə baxın, had. Bu keçmiş bitmiş yazıbdır. Yenə could yazıb, yanında have yazıb. Sanki eynidir də, could yox, would olsun, təsəvvür eləyin. Eynidir də. Keçək 19-a. If var. If-dən sonra will-i, would-u yığışdırırsınız. 1 və 4 doğru cavabımız olur. C variantı. 20-yə. If var. If-dən sonra will-i çıxırsınız. C variantı yanlışdır. A variantında baxın, had yazmısansa will nədir? Gərək would yazardıq da, düzdür? Does indikidir. Might keçmişdir. Olmaz axı, indiki ilə keçmiş nə əlaqə? D variantı did keçmişdir. Will gələcəkdir. Heç yeri var ki, keçmişdən gələcək. Y variantı düzdür. Did keçmiş sadədir. Might da keçmişdir. Sanki might yoxdur, would var. Yəni üstündən belə xətt çəkin, would yazın, neyinirsiniz? Yəni burada çaşdırılası bir şey yoxdur. Keçək 21-ci suala. Yenə if var. If-dən sonra mən sizə heç indiki bitmiş zamanın adını tutdum ki, gələcək zamandır. Yığışdırırsınız D variantı. Həqiqətən keçmiş bitmiş zamanı yazıb, burada gələcəyin keçmişi sanki yazıb, burada have yazıb, düsturu tam ödəyib. 22-ci suala da baxaq. If var. If-dən sonra biz would-u çıxırıq, çünki elə bir qayda deməmişəm sizə. B variantı had keçmiş sadədir. Keçmiş sadəyə will vermək heç olar. Gərək would olardı. C variantı ümumiyyətlə if-dən sonra gələcəyi yığışdırırsınız. D variantı has indiki zamandır. İndikiyə would verərlər. Y variantı doğru cavabımızdır. Bəli, keçmiş sadə. Burada would-u verib doğrudur. Keçək 23-ə. Yekunlaşırıq. If var. If-dən sonra will yığışdırırsınız. 2 yanlışdır. 5-i yığışdırırsınız. Görək alınırmı 2 ilə 5-i çıxanda? 5 getsin, 2 getsin. Alınır. 1, 3, 4. Keçirik 24-cü suala. If var. If-dən sonra mən sizə will deməmişəm. If-dən sonra keçmiş bitmişi yazıb, would-u yazıb, have yazıb, elə hər şey qaydasında da doğru cavabım budur. C variantında keçmiş sadədirsə, ya would olmalıydı, ya dası yoxdur, elə would olmalıydı. D variantında arrive, indiki sadədir, would keçmişlə əlaqəsi yoxdur. Had keçmişdir, burada təzədən had yazmanın adı yoxdur. Yəni would olmalıydı. 25, yenə if var. If-dən sonra will-i yığışdırırsınız, would-u yığışdırırsınız. B variantında listen keçmişdir. Want isə uşaqları will notdur da sanki. Qısaldıblar, want yazıblar.
Ona görə yanlışdır, yəni gələcəkdir. Olmaz, gərək would olardı. D variantına baxın. Had yazıb, would yazıb, have də yazıb. Deməli doğrudur. E variantında isə yenə would olmalıydı. 26-ya baxırıq. If-dən sonra will yığışdırdım. A variantında did keçmiş sadədir, düzdür? Burada could yazıb da, sanki would yazıb da, eyni şeydir də. Bayaq da might idi. Olsun. C variantında keçmiş sadədirsə, bu can indikidir də. Yəni heç yeri yoxdur axı. Gərək could olardı. Keçmişə indikinə gələcək. D variantında had yazıb. Axı bu won't indicə dedim. Will notdur. Olmaz axı. Yanlışdır. Y variantı indikidir, amma bura would yazıb. Would da hansı zamandır? Keçmiş. Olmaz axı. Keçək 27-yə. If nə oldu orada cavabımız A variantı. Keçək 27-yə. If var. If-də 3-ü çıxıram çünki will gəlməz. 1-də come indikidir. Won't gələcəkdir. Bir problem yoxdur. Yəni 1-i götürək. 2-də keçmiş would qaydasındadır. 4-də indiki, burada indiki. Baxın, burada qorxulası bir şey yoxdur. Siz hər dəfə will axtarırsınız. Axı birinci şərtdə dedim ki, indiki sadə ola bilər. Ki bu da elə yazıb, doğrudur. 5-ə baxıram, indiki sadəyə would verib, elə şey olmaz axı. 3-dən 5-ə çıxsa 1 2 4 doğru cavabımız A bəndi. 28-ə baxaq. If var, if-dən sonra will yığışdırırsınız. B variantında goes indiki sadə will verməyə normaldır. C variantında keçmiş sadəyə will verməyə normal deyil. D variantında indikiyə would verməyə olmaz. Y variantında keçmiş bitmişdirsə won't yox, gərək would yazardı deyə yanlışdır. B variantı doğru cavabımız olur. 29 yenə if-dir. If-dən sonra will-i çıxırıq, would-u çıxırıq. A, B, C variantı yanlışdır. D variantında had-i veribdir. Yəni sanki keçmiş sadədir. Burada could-u verib. Sanki would-dur. Deməli doğrudur da. Y variantında bu have indikidir. İndikidirsə gərək burada indiki verəydi ya da will verəydi. Yenə deyirəm, bu qaydanı əzbərləməlisiniz. Daha sonra testlərə tam tətbiq edə bilərsiniz. Yəni burada elə də böyük bir şey yoxdur, çətindir deməzdim mən çətindir buna. Yəni çox rahatdır, yazmaq olar, əzbərləyin, daha sonra yaza biləcəksiniz. Ümid edirəm faydalı oldu. İzlədiyiniz üçün təşəkkürlər.